Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump ölkəsinin hərbi hava qüvvələrinin bugün İranın 3 əsas nüvə obyektinə Fordo, Natanz, İsfahana hərbi zərbələr endirdiyini təsdiqləyib. Bu barədə o, Truth sosial platformasında bildirib. Biz Fordo, Natanz və İsfahandakı 3 nüvə obyektinə çox uğurlu hücumumuzu tamamladıq. Əsas obyekt olan Fordo üzərinə tam bomba yükü atıldı. Bütün təyyarələr artıq İran hava məkanından çıxıb və təhlükəsiz şəkildə evlərinə qayıdıblar. Əzəmətli Amerikalı döyüşçülərimizi təbrik edirəm. Dünyada bunu edə biləcək başqa bir ordu yoxdur. İndi sülh zamanıdır. Trump onu da əlavə edib ki, İranın Amerika Birləşmiş Ştatlarına qarşı istənilən qisas cəhdi bugün nümayiş etdirilən gücdən qat-qat üstün bir qüvvə ilə cavablandırılacaq. Reuters'in məlumatına görə Birləşmiş Ştatlar hücum zamanı B-2 strateji bombardmançı təyyarələrdən istifadə edib. Siyasi analitiklər bildirirlər ki, Fordo obyektinə 6 B-2 təyyarələri tərəfindən onlarla 30 min funtluq bomba atılıb. Natanz və İsfahana isə Amerika Birləşmiş Ştatlarının hərbi dəniz qüvvələrinə məxsus sualtı qayıqlardan 30 ədəd TLAM qanadlı raketi buraxılıb. Natanz obyektinə həmçinin 2 ədəd GBU-57 Massive Ordnance Penetrator bombası atılıb. Bu bomba real döyüş şəraitində ilk dəfə tətbiq olunub. Zərbələrdən dərhal sonra Hörmüz boğazında ciddi gərginlik müşahidə olunub. İranın mümkün blokada təhlükəsi fonunda 50-yə yaxın neft tankeri boğazı tərk etməyə çalışıb. Fars agentliyi yazır ki, bölgədə tam bir xaos hökm sürür. Sepahın hərbi dəniz qüvvələri komandanı Kontadmiral Əlirza Tangsiri Hörmüz boğazının bir neçə saat ərzində bağlanacağını bildirib. İranın Xarici İşlər Naziri Abbas Arakçı da məsələ ilə bağlı bildirib ki, Tehran üçün müxtəlif variantlar mövcuddur. NBC telekanalının məlumatına görə Birləşmiş Ştatlar administrasiyası İranın mümkün cavab hücumuna qarşı yüksək hazırlıq vəziyyətindədir. Mənbələr yaxın 48 saatı xüsusi risk dövrü kimi qiymətləndirirlər. İsrail Baş naziri Benyamin Netanyahu Birləşmiş Ştatların addımını dəstəkləyib və Trump'ın addımını cəsarətli və tarixi adlandırıb. Prezident Trump dünyanın ən təhlükəli rejimini ən təhlükəli silahından məhrum etdi. Amerika heç bir ölkənin etmədiyini etdi. Tarix bunu yazacaq. Netanyahu bildirib. Paralel olaraq İsrail hərbi hava qüvvələri İranın qərbində yerləşən hərbi obyektlərə zərbələr endirib. Bildirilir ki, zərbələr İranın İsrailə qarşı raket hücumu hazırlığında olan mövqelərinə, raket buraxılış qurğularına və Təbrizdə Sepaha məxsus silah anbarlarına yönəlib. İsrailin məlumatına görə hücum nəticəsində 2 ədəd F-5 qırıcısı və 8 raket qurğusu məhv edilib. İran bugün səhər saatlarında İsrailə cavab zərbələri endirib. Sepahın yaydığı məlumata görə Doğru Vəd 3 əməliyyatı çərçivəsində 27 ballistik raket Təl-Əviv, Hayfa və Nes-Sizion şəhərlərinə yönəlib. Times of Israel hücum nəticəsində azı 86 nəfərin yaralandığını bildirib. İran ilk dəfə 2000 km mənzilli Xeybər raketindən istifadə edib. Fars agentliyi bildirir ki, Fordo nüvə obyektinə zərbə endirilsə də, obyekt ciddi zərər almayıb. Reuters'e danışan yüksək rütbəli İran rəsmisi bildirib ki, hücumdan öncə Fordoda saxlanılan yüksək zənginləşdirilmiş uranın əsas hissəsi naməlum istiqamətə aparılıb. Peyk görüntüləri zərbədən 2 gün əvvəl əraziyə çoxsaylı yük maşını karvanının daxil olduğunu təsdiqləyir. Böyük Britaniyanın baş naziri Keir Starmer'da baş verənlərlə bağlı münasibət bildirib. O, Birləşmiş Ştatların hərbi əməliyyatını dəstəkləyərək İranı danışıqlar masasına qayıtmağa çağırıb. İranın nüvə proqramı beynəlxalq təhlükəsizliyə ciddi təhdiddir. İrana heç vaxt nüvə silahı yaratmağa icazə verilməməlidir. Starmer əlavə edib. Azərbaycan tərəfi isə sərhədyanı bölgələrdə vəziyyətə nəzarət etdiyini bildirib. Environmental Protection First koalisiyasının həmtəsisçisi Amin Məmmədovun verdiyi məlumata görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin laboratoriyaları tərəfindən aparılan monitorinqlər nəticəsində İranla sərhəddə radiasiya fonunda heç bir dəyişiklik müşahidə olunmuyor.